Dünən ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. İkinci qrupda maksimal 400 bal toplayan abituriyent olmasa da, üçüncü qrupda 3 abituriyent maksimum nəticə göstərib. Bəs həmin qruplar üzrə vəziyyət necə olacaq? İxtisas seçimində hansı qrupda rəqabətin daha yüksək olacağı gözlənilir? Bu il ikinci ixtisas qrupu üzrə keçid ballarında artım olacağı gözlənilir. Ötən gün Dövlət İmtahan Mərkəzi ikinci və üçüncü ixtisas qrupları üzrə blok imtahanının birinci cəhd nəticələrini elan edib. Nəticələrə əsasən ikinci ixtisas qrupu üzrə 1 nəfər 397 bal, üçüncü ixtisas qrupu üzrə isə 3 nəfər maksimal nəticə 400 bal toplayıb. Bəs 2 və üçüncü ixtisas qruplarında hansı ixtisasların keçid ballarında artım ola bilər? Təhsil eksperti Elmin Nurinin sözlərinə görə ötən illərlə müqayisədə üçüncü ixtisas qrupunda ciddi bal artımı gözlənilmir. Yalnız daha çox tələb olunan və prestijli hesab edilən bəzi ixtisaslarda müəyyən qədər bal artımı ola bilər. Məhz blok imtahanlarını müqayisə ediriksə, bəli, bu ilki vəziyyət çətindir. Amma buraxılış və blok imtahanlarının ikisini birlikdə vahid nəticə olaraq deyiriksə, vəziyyət əmin olun ki, ötən ilki ilə eynidir. Üçüncü qrupun ümumi vəziyyəti bu il daha rahatdır və əmin ola bilərsiniz ki, üçüncü qrupun vəziyyəti bu illəri nisbətən də rahat ola biləcək. Söhbət 3-dən gedir. Nəyə görə? Bu illəri üçüncü qrupda qeydiyyatdan keçənlərin sayı ötən illə müqayisədə cəmi 75 abituriyent çoxdur. Yəni, bu o qədər böyük rəqəm deyil. Amma bu ilki buraxılış imtahanlarının qəlicliyi balların o qədər də çox yığılmamasına səbəb oldu və bu da ixtisas seçimində abituriyentlərin işini asanlaşdıracaq. Əgər həmin abituriyent üçüncü qrupda 300-600 bal aralığı nəticə toplayıbsa, amma 600-700 bal aralığı nəticə göstərənlər yüksək ixtisaslar üçün mübarizə apardığına görə onların işini mən rahat hesab etmirəm. Təhsil eksperti bildirir ki, üçüncü ixtisas qrupundan fərqli olaraq bu il ikinci ixtisas qrupunda daha gərgin rəqabətin olacağı gözlənilir. Bunun əsas səbəbi isə bu qrupa sənəd verən abituriyentlərin sayının artmasıdır. Ötən illə müqayisədə bu il 2 üçün qeydiyyatın keçənlərin sayı rekord həddə çatıb və hətta ötən illə müqayisədə 3000-dən çox abituriyent deməkdir. İkinci qrupda hələ belə bir məsələ olmamışdır və buraxılış imtahanlarının da çətin keçməsi ikinci qrupda el arasında 150 ballıq deyilən ixtisaslara olan tələbatı daha da artıracaq. İkinci qrupda bu illəri biznesin idarə edilməsi, marketinq, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları üzrə rəqabət daha çox olacaq. Nəyə görə? Çünki azballılar hamısı bura seçim edəcəklər, yenə başqa imkanlar olmadığı üçün rəqabətliliyi artıracaq. Və üstəgəl, ikinci ixtisas qrupu üzrə bu illəri yüksək bal tələb edən ixtisaslar, maliyyə, həmçinin tədrisi ingilis dilinin ixtisaslar, dövlət və bələdiyyələrin idarə edilməsi üzrə rəqabət ötən illə müqayisədə düşünürəm ki, nisbətən rahat olacaq. Qeyd edək ki, bu il ikinci ixtisas qrupu üzrə 26844 nəfər, üçüncü ixtisas qrupu üzrə isə 27574 nəfər imtahanda iştirak edib. Nərmin Məmmədhəsənli, Cəfər Qasımov, Kəmal Əli Muradova, Xəzər xəbər.